Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. London nəşriyyatının 6-cı sinif şahidləri üçün hazırladığı monitorinq kitabından yekun monitorinq 9 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. M ilə N-in cəmi 90 dərəcə olarsa, X-in qiymətini tapın. Sözsüz ki, bu üçünün dərəcə ölçüləri cəmi 180-dir. X-i taparkən M ilə N-in cəmini çıxmaq lazımdır. Yəni 180-i 90-a çıxırıq. Doğru cavabımız D variantı. İkinci ifadə A-nı tapmaq lazımdır. Çarpaz şəkildə bir-birinə vururuq. 12A minus 24 bərabər olacaq 6A plus 6. 12A ilə 6A-nın fərqini tapsaq 6A edir. 24 ilə 6-nı toplasaq 30, 36-ya bölsək doğru cavabımız 5. Diametri 3 olan çevrənin uzunluğu neçə santimetrdir? Desimetrlə verib, santimetrlə soruşur. Bunlara diqqət etmək lazımdır. 3 desimetr 30 santimetrdir və biz çevrənin uzunluğunu taparkən 30-u pi-yə vurmalıyıq. Yəni cavabımız 30 pi santimetr. B variantı. 17-19 ədədlərinə bölündükdə qalığı 5 olan ən kiçik ədəd hansıdır? Əvvəlcə 17 ilə 19-un əkobunu tapırıq. Əkobunu taparkən qarşılıqlı sadə ədədlər olduğuna görə hasillərini tapırıq. Qarşılıqlı sadə ədəd olduğunu necə təyin edirik? Çünki ardıcıl şəkildə gələn tək natural ədədlərdir. Bunların hasilləri bizə verəcək 323, yəni əkob 323-dür. Qalıq 5 olduğuna görə üzərinə qalıq əlavə edirik. 323 ilə 5 toplasaq, doğru cavabımız 328. 5 gün ərzində satılan kitabın gündəlik diaqram verilib. 3-cü gün 18 kitab satılıbsa, diqqət edək 3-cü günə. 3-cü gün 18 kitab satılıb. Bu da ümuminin 13-də 3 hissəsidir. 5-ci gün neçə kitab satılıb? Deməli, diqqət edək, tənasübdə 13-də 3 hissəsi 18 kitab eləyir. 5-ci gün neçə hissə olduğunu tapaq. Deməli, 13-də 3, 5 toplasaq 8, 1 toplasaq 9, 2 toplasaq 11. 13-də 13-dən 13-də 11-i çıxsaq, 13-də 2 qalır. Bunu x ilə işarə eləsək, tənasübə görə çarpaz şəkildə vurub cavabı hesablayırıq. Olacaq 13-də 3x bərabər 13-də 2 vur 18. Burada məxrəclər 13-ləri sadələşdirib ixtisarımızı aparsaq, 18-i 3-ə bölsək 6, 2-yə vursaq, doğru cavabımız 12 edir. A variantı. Düzbucaqlının perimetri 42, tərəfləri biri o birindən 5 metr daha doğrusu böyükdür. Tutaq ki, belə bir düzbucaqlı çəkdik, biri A-dır, digəri A plus 5-dir. Böyük tərəfə istəyir, yəni A plus 5-i istəyir. Edəcəyimiz nədir? Bunları toplayıb 2-yə vursaq, 42 alırıq. Yəni 2A plus 10, 42-yə bərabərdir. 42-dən 10 çıxıb 2-yə bölmək lazımdır. Doğru cavabımız 16. Üzərinə 5 gəlirik böyük tərəfi tapmaq üçün doğru cavab. Bir də baxaq. 32, 2-yə bölsək 16. 16 və böyük tərəfi tapın deyir. Cavab düzgün olmadı. 2A plus 5. Burada 2A plus 5, 4A plus 5 eləyir. 4A plus 5. 2A plus 5 eləyir, 2-yə burada 4A plus 10 eləyir. Sonra nə edirik? 42-dən 10 çıxırıq. Edir, deməli 32, 4-ə bölsək 8. İndi bizdən böyük tərəf istədiyinə görə üzərinə 5 gəlməli, doğru cavabımız 13. Bərabəsini ödəyən tam ədədlərin cəminin 5 mislini tap. Mənfi 15-dən 12-yə qədər tam ədədlərin cəmini axtaranda mənfi 14, mənfi 13 davam edir, mənfi 12 gəlir 0-a qədər, 0-dan artır, müsbət 12-yə qədər. Çünki burada 12 ədədində verib. Burada əlavə qeyd eləsək, mənfi 12 də vardı. Mənfi 12-də müsbət 12-yə qədər bütün ədədlərin cəmi 0 olur, çünki əks ədədlərdir. Mənfi 14, mənfi 13 cəmi mənfi 27, mənfi 27-ni 5-ə vursa, mənfi 135. B variantı. Xətti diaqramda Samirin bir həftə ərzində günlər üzrə yeridiyi məsafələr təsvir olunub. Aşağıdakılardan hansı doğrudur deyir. Gəlin diqqət edək, bazar ertəsi 7. Sonra çərşənbə axşamı 6. Çərşənbə günü 8.
cümə axşamı 5, cümə günü 8 yenidən, sonra şənbə günü 9, bazar günü 8. Diqqət edəcək, bunun modası 8-dir. Qeyd elədik. Sonra isə artan sıra ilə düzək, medianı yoxlayaq. 5, 6, 7, sonra 3 ardıcıl 8 gələcək və 9 gəlir. Diqqət eləsək, bunun da medianı elə 8-ə bərabərdir. Deməli, moda ilə median bərabərdir, B variantı. Sonra 59-cu sualda. Azərin 32 manat pulu var. Əvvəlcə pulun 4də 1 hissəsini, 32-nin 4də 1 hissəsi 8 manat eləyir. Sonra qalan pulun 32-dən 8 çıxırıq 24. 24 manatın 6da 5 hissəsini xərclədi deyir. 24-də 6-ya bölsək 4, 5-ə vursaq 20 manat. Neçə manat pulu qaldı? 8 1 xərcləyib, 20 manat 1 xərcləyib. Toplasaq 28, 32-dən 28-ə çıxsa 4 manat pulu qalır. İfadəni sadələşdirin deyir. Mötərizə qarşısında mənfi ifadə varsa, içəridəki işarələrin hamısı dəyişir. Mötərizəni açırıq. Mənfi 4A plus 3B plus 5. Əgər müsbət işarə varsa mötərizə qarşısında, o zaman mötərizəni açıb içəridəkiləri olduğu kimi saxlamaq lazımdır. Edəcəyimiz bu ifadəni sadələşdirmək. 5A-dan 4A çıxsaq A qalır, 2A çıxsa mənfi A qalır. Sonra 3B, 7B. 3B ilə 7B-nin fərqini tapsaq mənfi 4B-dir. Sonra 5 ilə 5-i toplasaq mənfi 1 müsbət, ona görə cəmi 0 eləyir. Mənfi A minus 4B. C variantı. Növbəti sualımız. 14-də 3 hissəsi 108 olan ədədin 0.4 hissəsini tapaq. 14-də 3 hissəsi 108 olan ədədi tapanda 108-i 14-də 3-ə bölürük. Böləndə tərsində vururuq. 3-də 14. 108-i 3-ə bölsək 36. 36-nı 14-ə vuraq. 504. 504. Sonra 504-ü 0.4 hissəsini tapmalıyıq. Bunu taparkən də deməli 0.4-ə vururuq. Doğru cavabımız deməli 201 tam 10-da 6. B variantı. Paltarın qiyməti 120 manatdan 120 manat endi, deməli qiyməti azalacaq. Artda olan hissələri variantları götürmürük. Neçə faiz dəyişdi? Deməli 150-dən 120 manata endirmə olubsa 30 manat endirmə olub. Əvvəlki qiyməti nə qədər idi? 150 manat. 100%-ə vururuq. Yəni fərqi sürətdə birinci ədədi məxrəcə yazırıq. Alınan ifadəni 100-ə vururuq, çünki faizlə soruşur. Sonra 30 ilə 150-ni 30-a ixtisarı varsaq məxrəc 5 qalır. 100-ü 5-ə bölsək 20%. Sözsüz ki, azalmış olur. 360 ədədi 1, 2, 6 ədədləri ilə deməli nisbətlərə bölünüb. Ədədlərin cəmidir. Bu ədədlərin böyüyünü tapın. 1, 2, 6 topladı 9, 369-a böldük 40. Böyüyünü tapanda 6-ya vurmalıyıq. 240. C variantı. ABC bərabər üçbucağın perimetri 42-dir. Bərabər üçbucağın perimetri 42 isə tərəfi tapanda 3-ə bölürük 14. Sonra ACBC yarım dairələrin diametri olarsa, rəngli fiqurun perimetri ilə sahələrin cəmini tapın. Rəngli fiqurun əvvəlcə perimetrinə baxaq. Deməli, AC 14-dür. Digər hissəsinə diqqət edək. Bu hissəsi. Bir də yuxarıda BC hissəsi. Bu ikisini toplasaq, elə bir dənə dairənin uzunluğunu verir. Dairənin uzunluğunu tapsaq, 2 pi r düsturundandır və ya da pi vurulsun D düsturundandır. D də diametri 14-dür, 14 pi olacaq. Pi də 3 verib, 14-ü 3-ə vururuq, 42. Deməli, kənar hissələrin uzunluqlarını tapdıq. İçəridəki AC ilə də BC-ni toplayırıq, 14-ü 2-yə vuracam, 28. Sonra bu ikisini toplayacam, ümumi perimetri tapmaq üçün. 77-dir. Sonra sahəsini tapmaq üçün sözsüz ki, bu iki dənə
yarım dairəni yan-yana gətirsə, bir dənə tam dairə alır. O da pi r kvadratdır. Diametr 14 isə radius 7-dir. 7-ni vuracam. 7-nin kvadratını vuracam pi-yə, yəni 3-ə. 49-u 3-ə vururuq. Deməli 120, o da 20. 147. 147, bir də 70. Cavabımız düz olmadı. Yəqin ki, hesablamada yanlışlıq var. Gəlin bir də baxaq. Deməli, kənar hissələrin rəylənmiş fiqurun perimetri ilə sahələrinin cəmini tapmaq lazımdır. Yəqin ki, burada AC və BC hissələrini nəzərə almır. Əgər belə olarsa, sadəcə kənar hissələri götürürük. O zaman cevrənin uzunluğu isə bizə lazım olacaq. Bu isə lazım olmur. Aşağı hissə lazım olmur. Və yerdə qalan 147 ilə 42-ni toplaya bilərik. Bu da bizə 189-u verəcək. C variantı. 6 fəhlə 64 saatı işi yerinə yetirir. 6 fəhlə 64 saat. İşçilərin sayını 2 dəfə artırsaq, yəni 12 eləsək, sözsüz ki, bu tərs mütənasib qaydasıdır və fəhlələrin sayı, yəni işçilərin sayı 2 dəfə artıbsa, işin görülmə müddəti 2 dəfə azalacaq. Yəni 64-ü 2-yə bölürük, 32 saat. ABC nöqtəyi bir düz xətt üzərində yerləşir. Yəni diqqət edək, A nöqtəsi, B nöqtəsi və C nöqtəsi. Bizə dediyi A ilə B arasında məsafə 12,4-dür. Məsafə. AC məsafəsi 8,4-dür. O zaman yerlər dəyişməlidir. Deməli, AC məsafəsi birinci olacaq, AB böyük olacaq, AB 12,4-dür, AC 8,4-dür, BC 4-dür. Hansı nöqtə digər ikisi arasında yerləşir? Sözsüz ki, C nöqtəsi A ilə B arasında yerləşir. Belə doğru cavabımız qeyd eləyək. C variantı olacaq. A çevrəsinin radiusu 10, B çevrəsinin radiusu 5 olarsa, çevrələr arasındakı ən qısa məsafəni tapın. Bunun ən qısa məsafəsini tapmaq üçün bunların mərkəzini birləşdiririk və ümumi parçanı 20 verib, birini 10, digərini 5, burası 5-dir, burası 10-dur, toplasaq 15, 20-dən 15 çıxsaq, ortadakı məsafədə 5 qalır. Doğru cavabımız A variantı. X ilə hansı ədədin hasili əkyob 11 100-ə bərabər olur? Əvvəlcə X-i tapaq. Deməli, X-i tapa bilmək üçün nə etmək lazımdır? Deməli, mərkəzi bucaqdır. Mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. 3x plus 12-ni 144-ə bərabər eləyirik. 144. 144-dən 12 çıxsaq 132. 132-ni bölsək 3-ə eləyəcək 44 dərəcə. Hansı ədədin hasili əkyob 11 100-ə bərabərdir. 11 ilə 100 qarşılıqlı sadə ədədlər olduğuna görə bunların əkyobu hasillərdir. Yəni 1100. X-in də qiymətini 44 tapmışıq. Bölürük 44-ə. Deməli, 1100-ü 44-ə böləndə 11-ə ixtisar aparsaq, aşağıda 4, yuxarıda 100 qalacaq. 100-ü 4-ə bölsə 25, yəni D variantı. Növbəti sualımız, düzbucağın enini və uzunluğunu 30% artırdılar. Sahəsi neçə faiz artdı? Deməli, tutaq ki, əvvəlcə sahəmiz S bərabər A vurulsun B idi. Növbətidə isə olacaq N 1,3A, uzunluq 1,3B, hasilləri 1,69 AB. 1,69 olduğuna görə burada qısaca kəsr hissəni nəzərdə tuta bilərsiniz, yəni 0,69. 100-ə vursam 69% eləyir. Şəklə əsasən X-i tapın. Sözsüz ki, bunlar qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180-dir. 180, 5x 180-ə bərabər olacaq. X-i tapanda 180-i 5-ə böləcəksiniz. 36 dərəcə. A variantı.
Radiusunun uzunluqları uyğun olaraq 15-9 olan iki çevre arasında iki çevre aşağıdakı şəkildə təsvir olunub. Mərkəzlər arasındakı məsafəni tapın. Sözsüz ki, bunların mərkəzlər arasında məsafə xaricdən toxunduğuna görə sadəcə radiusların cəmidir. 15 ilə 9-un cəmi 24 sm. 120 km/saat sürətlə hərəkət edən avtomobil 3 saatdan sonra 60 km irəlidə sabit sürətlə hərəkət edən avtomobili çatır. İrəlidəki avtomobil neçə km/saat sürətlə hərəkət edir? Deməli, 120 sürətlə 3 saat məsafə. 120 3 saat məsafə. Deməli, məsafəni tapsaq 360 km. 360 km, sonra 60 km sabit sürətlə hərəkət edən avtomobili çatır. Daha 60 km irəli gedibsə, bunun müddəti nə qədər olacaq? 120-ni 60'ı 120'ye bölsək 2'də 1. 0,5. Deməli 3 saat getmişdi. 60 km-də əlavə edən 0,5 saat gedəcək. Toplasaq ümumi eləyəcək. Deməli 3,5 saat. Vaxt 3,5. Amma 360 əvvəl getmişdi, sonra 60 km-də əvvəl davam elədi. Bu cəmi bölürük 3,5-ə. Yəni 420-ni bölək 3,5-ə. Diqqət edək, 420-ni 3,5-ə bölək. Alınan cavabımız deməli oldu 120. 120. Bir də diqqətlə baxaq. 120 km/saat sürətlə hərəkət edən avtomobil 3 saatdan sonra 60 km irəlidə sabit sürətlə hərəkət edən avtomobilə çatır yəqin ki. Görüntünü belə təsvir eləyə bilərik də. Tutaq ki, hər hansı bir nöqtədən başlanğıc var. Başlanğıcda 120 km/saat sürətlə 3 saat məsafə edir, yəni 360 km məsafə edib. Sonra isə əlavə olaraq 60 km irəlidə olan, burada 60. Sabit sürətlə hərəkət edən avtomobilə çatır. İrəlidəki avtomobil neçə km/saat sürətlə hərəkət edir? Əvvəl 3 saat getmişdi, sonra isə 60 km gedəndə artıq olacaq 420 km ümumi məsafəmiz. Onu da yarım saat müddətinə gedir. 420 3,5 böldük. Ümumi vaxt. Cavabımız 120 alındı. Gəlin bir də təkrar baxaq. Ola bilsin ki, hansısa bir hissədə diqqətsizlik edirik. Deməli, əvvəlcə məsafəni təyin edək. 120 km sürətlə gedibsə 3 saatdan sonra 60 km olan bir irəlidə sabit sürətlə hərəkət edən avtomobili çatır. Bu cümlədə bir qədər diqqətsizlik görünür. O da avtomobili çatır hissəsində. Əvvəlcə sözsüz ki, 60 km məsafədən əvvəl ikincinin hərəkəti vardı. Bu hərəkətin ümumi məsafəsini tapanda deməli 120 km saat yerindədir, digəri 60 km-dir. Hər birində ölçü vahidləri düzgündür. İndi bunların bir-birinə vursa 123 saata vuruq 360 kilometrdir. Bu doğrudur. Sonra 60 km irəlidə sabit sürətlə hərəkət edən avtomobili çatır.
Nəticə etibarilə belə təyin edə bilərik ki, biraz əvvəl göstərdiyimiz kimi. Deməli 360 kilometr məsafə gedib, 60 kilometr irəlidə daha da əlavə getməlidir. Əlavə gedəndə artıq 60 kilometr əlavə getsə bu yarım saatlıq müddətdir. Ümumi 420 eləyir. Sabit sürətlə hərəkət edən avtomobilə çatır. Bu əvvəldən sabit sürətlə gedib, eyni müddətlə başlayıb. Və yenə deyirik 3 saat əvvəl idi. İkinci əlavədə 0.5 getdi. 3.5-ə bölsək cavab 120 alırıq. Əgər cavabımız düzgün alınmırsa, demək ki, məsələdə nəyisə diqqətdən kənarlaşdırmışıq. Növbəti 73-cü suala baxaq. Paraqrafda 2 sütunlu diaqram 4 il ərzində bir musiqi məktəbində təhsil alan şagirdlərin sayı haqqında məlumat təsvir edilib. 2021-ci ildə musiqi məktəbindəki oğlanların sayına diqqət edək. 70 nəfər. 2023-cü ildə musiqi məktəbindəki qızların sayı, bu da bizə 50-ni verir. Neçə nəfər çoxdur? Bunların fərqini yazırıq. Doğru cavabımız 20 alınır. 1700 ilə 3000 arasında olan ədədlər 15-ə bölündükdə qalıq 11, 25-ə bölündükdə qalıq 21, 40-a bölündükdə qalıq 35. Amma burada bir dənə nəzərə çatdıraq ki, bu qaydanın tətbiq edilə bilməsi üçün yəqin ki, bunların arasındakı fərq 4 vahid olduğuna görə digəri də 36 ola bilərdi. Və 36 kimi götürsək, misalımızın həllinə baxaq. Hər birində diqqət edin ki, ara fərqləri 4 vahiddir. O zaman biz nə etməliyik? Ən rahat, sadə üsul 15, 25 və 40-ın əkobunu tapmaq. Bu üçünün əkobunu tapsaq, doğru cavabımız eləyəcək 60. Bir dəqiqə. 60 yox. Deməli 15, 25, 40. Hər birində 5 orta adı qarşıya çıxartdıq. 15-i 5-ə bölsək 3, 25-i 5-ə bölsək 5, 40-ı 5-ə bölsək 8. Bunların hasillərini tapmaq lazımdır. Deməli olacaq 600. 600. Bu iki ədəd arasında 600-ə bölünən ədəd. Əslində bir neçə 600-ə bölünən ədəd var, amma yəqin ki, ən kiçiyindən başlayarıq. 1700-dən sonra 600-ə bölünən ədəd 1800. 1800 qalıq fərqləri də 4 olduğuna görə çıxsaq 4-ü 1796. Amma digər ədədlər də mümkündür. Məsələn, 2400 götürə bilərik, 4 çıxa bilərik və s. Şəkildə oturacağı kvadrat olan düzbucaqlı paralelipedin asılımı verilib. Paralelipedin həcmini tapın. Yəni, diqqət edək. Bu hissəni A götürsək, açılışa görə burada A-dır, digəri də A-dır, aşağıda A-dır. Sonra yuxarı hissəni B götürsək, burası B-dir, bu B-dir. Növbəti digərini C götürsək, burada C-dir. Deməli, C-nin qiyməti məlum oldu, 10-a bərabərdir. Sonra bu A məsafəsinin cəmi 12. O zaman A-nın qiyməti 6 olur. Daha doğrusu C-nin qiyməti 2A plus C-nin qiyməti 12 olur. Buradan C-nin qiyməti 10 var. 12-dən 10 çıxsaq 2-yə bölsək A-nın qiyməti 1 olur. A-nın qiyməti 1 oldu. Sonra A-nın qiymətlərini yazıb B-ni tapa bilərik. Olacaq 2B üstəgəl 2A. Bu da bizə 16-nı verir. Birinci B, ikinci B, sonra 2 dənə A. A-nın qiyməti məlum 1, 2-ni 1-ə vursaq 2, 16-dan 2 çıxsaq eləyəcək
14 2-yə bölsək B-nin qiyməti 7 olur. Və bizdən həcmini soruşur. Həcmini taparkən hər üçünü bir-birinə vurmalıyıq. Bir-birinə vuranda da doğru cavabımız edəcək. Deməli, 10-u 1-ə vursaq 10, 7-yə vursaq 70. Doğru cavabımız edəcək 70. Gəlin bir də baxaq ölçülərə. Deməli, A götürdük hər birini. Sonra digərlərini B götürdük. Və uzunluğu isə, daha doğrusu hündürlüyü götürə bilərik. C götür. C-nin qiyməti 10-dur. 12-dən 10 çıxdıq. 2 yerə böldük. A-nın qiymətini 1 tapdıq. Sonra B-nin qiymətinə bir də baxaq. B-lər və 2 dənə A-lar. A-nın qiyməti 1 olduğuna görə 2 çıxırıq 16-dan 14. 2-yə böldük. B-nin qiyməti 7. Və nəticədə hesablasaq, həcmi 70-ə bərabər olur.